Hamımızın olan milli komanda Ayxan Abbasovlu qısa dövrü arxada qoydu. Birbaşa deyərdim ki, ancaq pozitiv fikirlərim var. Əziyyət çəkən insana həmişə mən dəyər verməyi xoşlamışam. Ümumiyyətlə milli komandada hələ digərlərini demirəm, mütləq məsuliyyətli şəxslər olmalıdır. Son vaxtlar ümumiyyətlə fikir formalaşıb ki, bəs Azərbaycanda futbolçu yoxdur, Azərbaycanda məşqçi yoxdur. Belə bir istər-istəməz bu fikirlər gedir, amma bu tam əksidir. Bilən, bilməyən soruşur. Maraqlıdır, niyə o ayrılıq baş tutdu? Yeni bir sistem qurmaq istəyirdim. Əlbəttə ki, yeni bir milli komandanın belə deyək, gələcək üçün bir sistemini formalaşdırmaq istəyirdik. Bugünə kimi belə deyək də bir sistemimiz olmayıb da. Hər məşqçi görsən bir fərqli tələblər eləyib, hər məşqçi fərqli sistem qoyub ortaya. Əgər bir kollektivdə belə deyək, birlik yoxdursa, bir kollektivdə necə deyim, səmimiyyət yoxdursa, orada uğur ola bilməz.